Salam əziz və dəyərli izləyicilər. Bugün sizlərə at ilinin bürclərə necə təsir edəcəyi haqqında məlumat verəcəyəm. Xoş izləmələr. Şərq təqvimi üzrə at ili ilə Qərb astrolojisinin bürcləri Qoçdan balıqlara qədər fərqli sistemlər olsa da, sintez edərək bu ilin enerjisinin bürclərə ümumi təsiri barədə təhlil vermək mümkündür. At ili enerjili, sürətli, dəyişikliklərə açıq bir dövr olduğundan, bəzi bürclər üçün fürsət, bəziləri üçün isə emosional çətinliklər gətirə bilər. 1-ci Qoç, 21 mart, 19 aprel. At ilinin enerjisi Qoç bürcü ilə çox uyğun gəlir. Yeni layihələrə başlamaq, səyahət etmək, risk almaq üçün əla zamandır. Lakin düşünmədən qərar verməkdən çəkinin. Enerji, motivasiya, liderlik, hisslərə qapılmaq, səbirsizlik. 2. Buğa, 20 aprel, 20 may. Buğalar sabitliyi sevir. At ilindəki sürətli dəyişikliklər onlara diskomfort yarada bilər. Dəyişikliklərə yumşaq keçidlə uyğunlaşsanız, böyümə baş verə bilər. Karyera fürsətləri, maliyyə sahəsində inkişaf, müqavimət, adaptasiya çətinliyi. 3. Əkizlər, 21 may, 20 iyun. At ilində əkizlər öz elementində olacaq. Sürətli, danışqan, aktiv. Sosial çevrəniz böyüyə, yeni ideyalar yarana bilər. Kommunikasiya, yaradıcılıq, dağınıqlıq, diqqət çatışmazlığı. 4. Xərçəng, 21 iyun, 22 iyul. Emosional xərçənglər üçün at ilində emosional dalğalanmalar arta bilər. Daxili balans və ailə münasibətləri ön plana çıxacaq. Duyğusal güclənmə, mənəvi inkişaf, narahatlıq, kövrəklik. 5. Şir, 23 iyul, 22 avqust. Şir bürcü at ilində parlaqlığını göstərə bilər. Diqqət mərkəzində olmaq üçün fürsətlər çox olacaq. Amma egonuza yenilməməyə çalışın. Uğur, liderlik, tanınmaq, qürur, tələskən qərarlar. 6. Qız, 23 avqust, 22 sentyabr. Qız bürcü intizamı sevir, amma at ilinin xaotik enerjisi balansı poza bilər. Yaxşı planlama ilə hər şey mümkündür. Gözlənilməz uğurlar, sağlamlıqda irəliləyiş, həddindən artıq analiz, tənqidçilik. 7. Tərəzi, 23 sentyabr, 22 oktyabr. Tərəzilər üçün bu il əlaqələr və əməkdaşlıqlar baxımından mühümdür. Emosional sabitliyi qorumaq üçün çevrəyə diqqət yetirin. Sevgi və sosial həyatda genişlənmə, qərarsızlıq, balanssız münasibətlər. 8. Əqrəb, 23 oktyabr, 21 noyabr. Əqrəblər üçün at ili dərin transformasiya ili ola bilər. İli konstruktiv dəyişikliklər üçün istifadə etsəniz, güclənə bilərsiniz. Daxili güc, sirlərin açılması, qısqanclıq, emosional gərginlik. 9. Oxatan, 22 noyabr, 21 dekabr. At ili oxatan üçün demək olar ki, idealdır. Səyahət, sərgüzəşt, öyrənmək üçün geniş imkanlar açılacaq. Azadlıq, macəra, yeni üfüqlər, tələsiklik, məsuliyyətsizlik. 10. Oğlaq, 22 dekabr, 19 yanvar. Oğlaqlar üçün at ili sürətli gedişata görə bir qədər gərgin ola bilər. Planlı şəkildə addımlasanız, peşəkar sahədə inkişaf olacaq. İşdə yüksəliş, struktur qurmaq, stres, elastik olmamaq. 11. Dolça, 20 yanvar, 18 fevral. Dolçalar üçün yaradıcı ideyaların gerçəkləşməsi ili ola bilər. Sosial layihələr və texnoloji yeniliklər sizi irəli aparar. Orijinallıq, icad, yenilənmə, sərhədsizlik, diqqət dağınıqlığı. 12. Balıqlar, 19 fevral, 20 mart. Balıqlar üçün at ili duyğusal və mənəvi axtarışlarla dolu ola bilər. Bəzən gerçək dünyaya qayıtmaq çətin olacaq. Artı, incəsənət, mənəvi zənginlik, eksi. Emosional qarışıqlıq, həddindən artıq xəyalçılıq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın lütfən.